Hörmətli izləyicilər, mən Onur Rəstov, Amarkes Global World şirkətindən hər birinizi salamlayıram. Bugün sizinlə gündəlik bazar analizini paylaşacağıq. İlk öncə dollar indeksinə nəzər salaq. Bildiyimiz kimi dollar indeksi 27 mart tarixindən etibarən düşüş trendindədir və bu trend bir mənada 3 apreldən etibarən müəyyən mənada yuxarı yönlü korreksiya etsə də, lakin bu məhdud idi və Trumpın yenidən Çinə 104% tarif tətbiq etməsi ilə, yəni 8 aprel tarixindən etibarən yenidən dollar indeksi düşüş trendinə başlamış oldu və yaxud da eniş trendinə qayıtmış oldu. Və gün ərzində də nə qədər ki dollar indeksi bugünün birinci müqavimət səviyyəsi olan 103.002 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz dollar indeksində düşüş trendinin davam edəcəyini proqnoz edə bilərik. Xüsusilə hörmətli izləyicilər, bugün Amerikadan açıqlanacaq Federal Ehtiyatların Pul Komitəsinin bir öncəki görüşünün protokollarına da diqqət yetirmək lazımdır. Əgər həmin protokollarda federal ehtiyatlar yaxın zamanda faizi azaldacağı ilə bağlı hər hansı bir gözlənti formalaşarsa, bu bir mənada dollar indeksinin olan düşüşü daha da sürətləndirə bilər. Həftə ərzində isə sabah Amerikadan açıqlanacaq inflyasiya göstəriciləri, yəni mart ayı üçün inflyasiya göstəriciləri bazarda gözlənilən ən vacib xəbərdir və investorlar Amerikada ümumiyyətlə proqnozlar Amerikada inflyasiyanın mart ayı üçün 2.6% olacağını proqnoz edirlər. Hansı ki, bir öncəki dəfə 2.8% idi. Təbii, inflyasiya azalarsa, inflyasiyada azalma müşahidə edilərsə, bu federal ehtiyatların faizi aşağı salacağı ehtimalını artıra bilər və bu da eyni zamanda dollar indeksində düşüşü sürətləndirə bilər. Lakin inflyasiyada hər hansı bir yüksəliş müşahidə olunarsa, biz dollar indeksində yuxarı yönlü sərt korreksiya görə bilərik. Eyni zamanda Amerikada ən böyük problemlərindən birisi olan, belə deyim, 10 illik xəzinə bondlarının faiz gəlirliyi yenidən yüksəlməyə başladı. Hal-hazırda Amerikada xəzinə bondlarının 10 illik xəzinə bondlarının faiz gəlirliyi yenidən 4.5%-ə yüksəlmiş oldu. Təbii, bu faizlərin yüksək olması eyni zamanda dollarda olan düşüşü də məhdudlaşdırır və federal ehtiyatlar yenidən bazara müdaxilə edərsə, yəni faizi aşağı salarsa, qeyd etdiyimiz kimi biz dollar indeksində aşağı yönlü kəskin düşüşlərin şahidi ola bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz avro-dollar valyuta cütlüyüdür. Ümumiyyətlə, avro-dollar valyuta cütlüyü də 2 aprel tarixindən etibarən yüksəliş trendindədir. Müəyyən mənada bazar konsolidasiya etsə də, bugün yenidən birinci müqavimət səviyyəsinin qırılması ilə valyuta cütlüyü yüksəliş trendinə başlamış oldu və gün ərzində nə qədər ki, bugünün birinci dəstək səviyyəsi olan 1.09.008 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz valyuta cütlüyündə yüksəliş trendinin davam edəcəyini proqnoz edə bilərik. Xüsusilə olaraq, hörmətli izləyicilər, Avropa Birliyindən Amerikaya tarif siyasətini, sıfır tarif siyasəti tətbiq etmək təklif edildi. Lakin Trump buna qarşılıq olaraq Avropa Birliyinin Amerikadan 35 milyard dollarlıq enerji, neft, qaz və s. almasını şərtini irəli sürmüş oldu. Əgər təbii ki, Avropa Birliyi və Amerika arasında tariflə bağlı müəyyən razılaşma əldə olunarsa, biz avro-dollar valyuta cütlüyündə yüksəlişin bir mənada məhdud olacağını proqnoz edə bilərik. Çünki Amerikada federal ehtiyatların faiz dərəcəsinin yüksək olması, Avropa Birliyinin isə Avropa Mərkəzi Bankının faiz dərəcəsinin aşağı olması bir mənada avroda olan yüksəlişi məhdudlaşdıran fərqdir. Çünki yüksək faiz olan ölkənin bir mənada valyutası uzun vədədə yüksəlməyə doğru meyl edir. Bu baxımdan biz avro-dollar valyuta cütlüyündə olan yüksəliş trendinin qeyd etdiyimiz kimi uzun vədədə məhdud ola biləcəyini irəli sürə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz İngilis funtu və dollar valyuta cütlüyüdür. Ümumiyyətlə, GBP-USD valyuta cütlüyü də 4 aprel tarixindən etibarən düşüş trendinə başlamışdı. Diqqət etirsəniz, həmin günün birinci dəstək səviyyəsinin qırılması ilə və bazarın həmin səviyyənin altına bağlanması ilə İngilis funtu və dollar valyuta cütlüyü də eniş trendinə başlamış oldu. Lakin yenidən bugün, yəni 9 aprel tarixində bazarın birinci müqavimət səviyyəsinin qırması ilə bir mənada İngilis funtu və dollar indeksində eniş trendi başa çatmış oldu və gün ərzində nə qədər ki, GBP-USD valyuta cütlüyü bugünün birinci dəstək səviyyəsi olan 1.27-197 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz GBP-USD valyuta cütlüyündə yüksəliş trendinin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz qızıldır. Qızılla diqqət etirsəniz 3 aprel tarixindən bir mənada eniş trendinə aşağı yönlü əslində korreksiya başlamışdı və bunu bir öncəki videomuzda da qeyd etmişdik ki, qızılda müəyyən mənada aşağı yönlü korreksiyalar ola bilər. Lakin qızılın hal-hazırda uzun vədədə aşağı düşməsi üçün hər hansı bir fundamental faktor yoxdur və faktiki olaraq da qızıl təxminən 3 günlük aşağı yönlü korreksiyadan sonra
bu gün yenidən birinci müqavimət səviyyəsinin qırılmasıyla yuxarı yönlü trendə qayıtmış oldu və gün ərzində qızılın qiyməti nə qədər ki, bu günün birinci dəstək səviyyəsi olan 2963 dollar səviyyəsini qırıb, onun altına bağlanmazsa, biz qızılda yüksəliş trendinin davam edəcəyini proqnoz edə bilərik. Xüsusilə hörmətli izləyicilər, Amerikanın Çinə tarif tətbiq etməsi və ticarət müharibələrinin bir anlamda qızışması xüsusilə qızıla olan tələbi artıran əsas faktordur. Çünki ticarət müharibələri nəticə olaraq pul müharibələrinə, bir mənada pulların, dövlətlərin öz pullarını devalvasiya etməsinə aparacaq və bu da bir mənada qızıla olan tələbi artıran əsas faktorlardan birisidir. Hörmətli izləyicilər, bildiyi maliyyə neftdir. Neftin qiyməti diqqət etirsəniz 3 aprel tarixindən etibarən eniş trendinə başlayıb və bizim sistemimiz həmin tarixdə qiymətin həmin gün üçün birinci dəstək səviyyəsini qırması ilə və onun altına bağlanması ilə bir mənada satış siqnalının yarandığını göstərir və diqqət etirsəniz həmin tarixdən etibarən neftin qiyməti ancaq düşən trenddə davam edir. Təbii neftin qiymətinin düşməsinə əsas səbəb Trumpın digər dövlətlərə aqressiv tarif tətbiq etməsidir ki, hansı ki bu da ümumi olaraq qlobal ticarətin kiçilməsinə səbəb ola bilər və qlobal ticarətin kiçilməsi də öz növbəsində neftə olan tələbi azalır, hörmətli izləyicilər, və neftin qiyməti bu baxımdan düşən trendlə davam edir. Gün ərzində əgər neftin qiyməti bu günün birinci müqavimət səviyyəsi olan 63 dollar səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz neftin qiymətində eniş trendinin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bildiyi maliyyə S&P 500 indeksidir. Ümumi olaraq S&P 500 indeksi təxminən fevral ayından etibarən 19%-a yaxın dəyər itirib. Təbii, diqqət etirsəniz, bizim sistemimiz 20 fevral tarixindən etibarən S&P 500 indeksində satış siqnalı vermişdi. 20 fevral tarixindən etibarən və trend davam etmişdi. Lakin yuxarı yönlü korreksiya, yenidən yuxarı yönlü korreksiyadan sonra eniş trendinin qırılma nöqtəsini bazar retest etmiş oldu. Yenidən yuxarı yönlü korreksiya və Trumpın tarif siyasət tətbiq etməsi ilə bazarda böyük bir çöküş yaşanmış oldu və S&P 500 indeksi 3 aprel tarixindən etibarən təxminən 9-10%-a yaxın dəyər itirib və diqqət etirsəniz, bizim sistemimiz həmin tarixdən etibarən bir anlamda birinci dəstək səviyyəsinin qırılması ilə və bazarın həmin səviyyənin altına bağlanması ilə satış siqnalının yarandığını göstərir və hal-hazırda bazar eniş trendində davam edir. Əgər gün ərzində nə qədər ki S&P 500 indeksi bu günün birinci müqavimət səviyyəsi olan 5260 səviyyəsini, dollar səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz S&P 500 indeksində eniş trendinin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, xüsusilə Amerikada xəzinə istiqrazlarının faiz gəlirliyinin yüksək olması bir anlamda eyni zamanda səhəm bazarına neqativ təsir edir. Çünki investorlar səhəm bazarından, yəni riskli maliyyə alətlərindən daha az riskli və yaxud da hətta minimum riskə yaxın olan Amerika xəzinə bondlarına yönəlir ki, bu da bir mənada Amerikan xəzinə bondlarının faiz gəlirliyinin artmasına səbəb olur. Qeyd etdiyimiz kimi, hörmətli izləyicilər, tarif müharibələri nə qədər davam edəcəksə və xüsusilə ölkələri Amerikanın tarif siyasətində hər hansı bir yumuşalma olmazsa və yaxud da hər hansı bir razılaşma əldə edilməzsə, biz S&P 500 indeksində həlləlik düşüşün davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bugün sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.